Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Evli olduğunu bilirdim. Dəfələrlə ayrılmışam, qaçmağa cəhd göstərmişəm, maşına oturub rayonlara qaçmışam, gəlib məni tapıb. Mən heç kimin ailəsini dağıtmamışam. Bəzən qadını günahlandırırlar ki, ailə dağıdırsan. Kişini günahlandıran yoxdur. Bu sözləri müğənni Günel Ələkbərova Astar layihəsində deyib. Şəxsi həyatından danışan sənətçi qızının atasının evli biri olduğunu etiraf edib. O bildirib ki, dəfələrlə ayrılmaq istəyib. Cəmaatın gedib ailəsinin içinə girmişəm ki, get mənim yerim deyir. Kişini də günahlandırmaq lazımdır. Kişi öz evindəkinə hörmət etmir. Düşünmürsən, mən niyə düşünüm? Hər şey məndən əvvəl olub. İndi kişi hamı ilə normal münasibət saxlaya bilir. Orada qalmır, amma gedib gəlir. Uşaqları böyükdür, artıq o babadır. O tez ailə həyatı qurmuşdu. Qohum evliliyi idi və sevgi yox idi. Valideynlər qohum evliliyinə məcbur edəndə sonu belədir. İndi mənimlə də dostdur. Qızımla atasının sevgisi dəhşətdir. Ata sevgisi nədir bilməmişəm, mənə uzaqdır. Amma həsrətində olmuşam. 13 ilə sevgi qalar, 3 ilə bütün sevgi bitir. Ehtiras, öyrəşmə qala bilər. Qeyd edək ki, Günelin Məryəm adlı bir qız övladı var.